sadə sual olaraq görünsə də, bu sual qəbul imtahana düşüb. Ona görə bu sual nizamına mütləq bax. Birinci, baxaq görək, ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. Şəkilə diqqət yetirdiyimiz zaman şəkildə ilk olaraq hansı hissələr göstərilib onu tapmalıyıq. Birinci hissə fleymadır. Çünki qabıqla kombin arasındadır. Yəni qabığın oduncağa sökülən hissəsindədir. İkinci hissə kombidir. Burada ortada olan hissə oduncaqdır. Üçüncü hissə isə özəkdir. Əsasən ehtiyat toplayıcı toxumadan təşkil olunmuşdur. Ehtiyat toplayıcı toxuma hansıdır? Təbii ki, özəkdir. Ona görə 3-ə aid olacaq A. Ələyə bənzər borulara rast gəlinir. Ələyə bənzər borular fleymada yerləşir. Ona görə 1-ə aid olacaq B. Tez-tez mitozu bölünmə baş verir. Yan meristem biz adlandırdığımız hissə kombidir. Ona görə 2-yə aid olacaq C. Qabığın tərkibinə daxildir. Qabığın tərkibinə daxil olan hissə fleymadır. Ona görə 1-ə aid olacaq D. İllik halqalar əmələ gətirir. İllik halqaları kombi əmələ gətirir. Yan meristem adlanır. Ona görə deməli, Y-də aid olacaq ikinciyə. Deməli, 1-ə B-dir, 2-yə C-yə, 3-ə də A aiddir. Bu da A variantında göstərilmişdir.